namaz məzələnmək yeri deyil. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, Ləysə minni mən istaxaffə bisaləti. Namazını yüngül sayan şəxs məndən deyil. Çox təəssüf olsun ki, bəzi dindarlar namazı həddən artıq çox yüngül sayırlar. Görürsünüz də, elə ailələr var ki, kişi namaz qılan vaxtda xanımı gəlir ondan zarafat eləyir, onu güldürməyə çalışır və yaxud da tam əksi. Xanım namaz qılan zaman həyat yoldaşı gəlir, onu güldürür, onunla zarafat eləyir namazda. Və bu kimi hadisələri biz dostlar arasında da müşahidə eləyirik ki, bəzi dostlar da istər məsciddə olsun, istər başqa yerdə olsun, görür ki, məsələn, dostu namaz qılır, gəlir ya möhürünü götürür, qaçır, ya onu güldürür və yaxud da ki, öz aralarında gülməli söhbət eləyirlər ki, bunun da fikri yayınsın, namazın ortasında gülsün. Baxın, bu kimi hərəkətlər, bu kimi zarafatlar olmaz, düzgün iş deyil. Namaz qılan şəxsin özü də gərək bu məsələyə qarşı ciddi etiraz eləsin ki, bu hadisələr bir də təkrarlanmasın. Sizə indi bir misal çəkim. Sizin həyat yoldaşınız və ya dostunuz hər hansısa böyük bir vəzifəli şəxsin qarşısında durub söhbət eləsə, siz namazda olduğu kimi gəlib yenə onunla zarafat eləyib, onu güldürməyə çalışarsınız. Əlbəttə ki, xeyr. Niyə? Çünki həyat yoldaşınızın və ya dostunuzun qarşısında durub söhbət elədiyi şəxsin vəzifəsinə, onun məqamına hörmət ehtiram olaraq və ondan çəkindiyinizə görə bu işi heç vaxt eləməzsiniz. Buradan da belə bir nəticəyə gəlmək olar ki, bəzi dindarlar, bəzi insanlar böyük vəzifəli şəxslərə qoyduqları hörmət ehtiramı nə Allaha, nə namaza qoymurlar. Diqqət eləyin, belə insanlar Allah Taala'nın əzəmətini və namazın mahiyyətini, əhəmiyyətini dərk eləmirlər.